Qadının ən böyük düşməni elə qadındır. Kişi gəzər, kişi xəyanət edər. Onun sevgisi batsın. Gedir elə getdiyi yerdə də qalsın. Tamam da mənim hisslərim kimi maraqlandıracaq? Əgər sən bir kişinin anası olacaqsansa, həmin o kişi sənin üzərinə gəlin gətirəcək. Azərbaycanda heç bir qadın yoldaşı ilə evlənmir. Bir uşaq evin içərisində ata var amma yoxdurunu yaşayırsa, ondansa boşan. Hər zaman hər şeyə tabe olmalısan. Ailələr dağılsın, boşanmalar çoxalsın. Əgər bir insan 30-a qədər gəlib çıxıbsa, hələ də tərbiyə almayıbsa, sən bundan sonra da onu tərbiyə edə bilmərsən. Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Hər cümə olduğu kimi yenə də psixoanalizdəyik. Bugün həmkarım Heyran İbrahimlə bərabər qadın niyə və nə zaman gedir mövzusunu müzakirə edəcəyik. Xoş gəlmisən Heyran. Xoş gördük Səhra. İzləyicilərimizi də salamlayıram. Bugün həqiqətən çox yaxşı bir mövzu seçmişik və düşünürəm ki, illərlə də müzakirəsi olsa, yenə də bu müzakirə bitməz. Və çoxsaylı yorumlar, gələn suallar hər biri bizə belə bir əsas verir ki, biz bu mövzunu yenidən danışaq deyə düşünürəm. Danışaq. Qadın bitməz, tükənməz bir həyatı olduğu kimi, eyni zamanda bitməz, tükənməz mövzular da qadınla bağlı doludur. Və düşünürəm ki, qadının ən böyük düşməni elə qadındır. Biz yorumlarda gördüyümüz kimi, nə qədər qadının tərəfində saxlasaq da, nə qədər qadın tərəfindən çıxış etsək də, bir o qədər yenə də görürük ki, gələn tənqidlər məhz elə qadınlardan olur. Qadın qadına tənqidi elə buradan başlayır. Qadına hər zaman deyilir ki, sən fədakar olmalısan, sən evin yaxşı qızı olmalısan, yaxşı yoldaş olmalısan, yaxşı ana olmalısan. Qadın hər zaman bağışlamalıdır, qadın hər zaman yaratmalıdır, qurmalıdır, bir evi ərsəyə gətirməlidir. Amma qadının nə zamansa gedəcəyini heç kim düşünmür. Və qadının qədrini bilməyən, məsələn, Azərbaycan kişiləridir. Qadın nə qədər çox fədakar olursa, qadın nə qədər çox bağışlayan olursa, xəyanəti belə bağışlayan qadınlar var və daha sonrasında bağışlamazdım. Sən mənim gözümdə sadələşmisən. Artıq aramızda həyəcan yoxdur, deyilir və yenidən bir də xəyanətə məruz qalır. Əslində Zəhra düşünürəm ki, bütün bunların kökündə bizim şuuraltımızda, ümumiyyətlə bizim psixikamızda yatan bizim sıfırlanmayan, katarsis olmayan travmalarımız dayanır. Mentalitet olaraq, yəni bizi uşaq vaxtından elə cür böyüdüb ərsəyə gətirirlər ki, hər zaman hər şeyə tabe olmalısan. Bu da birbaşa gedib bizim həmin o dediyim uşaqlıq travmalarına dayanır. Məsələ verilişimizin adı psixoanaliz olduğu üçün bilirəm ki, sən də çox rastlaşırsan. Həmin o çoxlu sayda gələn vakalar arasında o qədər çox xəyanətlər görən xanımlar, illərlə xəyanətlərinə susan, dözən, şiddətə məruz qalaraq illərlə buna susub ötüşdürən, yola verən qadınlar görürük. Və hətta öz xəyanətini sanki ağız dolusu, belə deyim, qürur hissi ilə çatdıran bəylər. Əksinə bugün heç deməzdim ki, yəni bəlkə də tamaşaçılarımız düşünər ki, biz bugün biraz feministcəsinə danışırıq. Xeyr, qətiyyən belə deyil. Sadəcə biz bir psixoanaliz edirik bugün və psixoanaliz etdiyimizə görə də ümumiyyətlə kişi və qadın psixologiyasının fərqli aspektlərindən yanaşmaq istəyirəm. Düşünürəm ki, sən də eyni baxacaqsan. Və qadının niyə və nə zaman getməsini əgər bugün psixoanaliz ediriksə, birbaşa orada duyğularına, hisslərinə toxunuş etməliyik. Bəli, çox zaman bəylər düşünür ki, gedə bilməz, xəyanət etdim, evdədir, hara getsəm də yenə də evimə dönəcəm və bu arada mental olaraq da hər zaman da bizə nəyi ötürürlər? Məsələn, yenə də deyirəm, gələn vakalar arasında son vaxtlar fikir verdiklərim. Anam deyir ki, qayıt otur evində, xəyanət edib gedibsə, heç nə olmaz. Kişi gəzər, kişi xəyanət edər. Sanki bu qəbul olunan və adi baxılan bir hal kimi. Ged otur evində, hara getsə də yenə də evə dönüb gələcək. Bax, nə qədər yanlış bir şeydir. Yəni bir qız övladını bu formada yetişdirmək. Sən əgər özün öz övladına hörmət qoymursansa, qarşı tərəfdəki insan sənin övladını necə sayar, necə hörmət qoyar deyə düşünürəm. Yəni əslində mən demirəm ailələr dağılsın, boşanmalar çoxalsın. Xeyr, biz bunu demirik. Sadəcə övladlarımızı elə bir formada yetişdirməliyik ki,
öz haqqını tələb etməyi, özünə hörmət etməyi, qarşı tərəfdəki insana mənim sərhədlərimi aşıb keçə bilmərsən, mən xəyanətə layiq deyiləm kimi böyütməyi deyə düşünürəm. Yəni bunu ailədən qaynaqlanır əslində. Bunun kök səbəbində bizim valideynlərimizin bizə şuuraltımıza yeritdiyi həmin o belə deyəcəm, o yersiz mental dəyərlər dayanır, deyilmi? Çünki bir ana da öyrəşib də ki, təhqir olunsun, şiddətə məruz qalsın və dözsün, otursun. Bu gün gəlinindən də onu tələb eləyir. Amma heç bir ana öz qızına yeznəyə döz deyilmir. Gəlinə döz deyilir. Yəni mənim oğlumdur, xəyanət eləyib də, nə vaxtsa qayıdacaq evinə. Anlayış göstərməlidir burada gəlin. Amma qızına isə deyir ki, dur gəl evə. Dur qayıt gəl. Sənə xəyanət uğramısansa, sənə xəyanət olunubsa, qayıt gəl. Niyə bu şəkildə ayrı-seçkilikdir? Gəlin də bir qızdır. Sənin qızın da bir xanımdır, Azərbaycan xanımıdır. Və xəyanətə məruz qalan qadınlara bir o qədər də hirsim var əslində. 10 milyon əhalinin içərisində niyə sən bir nəfərdən asılı qalırsan? Hanı sənin özgüvənin? Niyə qarşı tərəfə yarınmaq üçün, onun gözündə çox gözəl görünmək üçün gedirsən, özünü dəyişirsən, geyimini dəyişirsən ki, evə yığasan təzədən? Elə onun üzərində işləməkdənsə özgüvənimin üstündə işlə. Özgüvəninin üzərində işlə, Əslində get daha yaradıcı ol, həyata qarşı daha yaxşı bir baxış bucağın dəyişsin, dünya görüşün dəyişsin. Elə bir kişinin arxasınca biz qaçırıq, xəyanətə uğrasa da heç nə olmaz. Qadın özü xəyanətə məruz qalmağa yəni layiq bilir özünü. Niyə? Çünki ana rolundadır. Sən anasanmı, yoxsa yoldaşsanmı? Əgər sən bir kişinin anası olacaqsansa, həmin o kişi sənin üzərinə gəlin gətirəcək. O zaman Zəhra, məndə belə bir sual hər zaman fikir yaranır. Məsələn, istəyərdim elə bunu müzakirə eləyək. Səncə doğru bir şeydirmi? Uşaqdan istifadə etmək, uşağı alət etmək, məsələn, illərlə şiddətə məruz qalırsan və sanki düşünürsən ki, ikinci bir övladı dünyaya gətirsəm, ikinci bir uşaq dünyaya gətirsəm, kişini evə bağlayacağam. Səncə bu nə qədər bir ağıllı bir düşüncədir? Absurd deyilmi bu? Bir uşaqdan alət kimi istifadə etmək, bu şəxsiyyət olaraq cəmiyyətin bir hissəsidir. Bu nə deməkdir yəni? Çox üzr istəyirəm. Kişi nədir? Kişi evə niyə bağlayıram mən evə? Bir kişi ki, evin ailə başçısıdır. Bunun məsuliyyətini dərk eləmirsə, mən evə kişi, çox üzr istəyirəm, hansısa bir əşyadırmı, heyvandırmı? Niyə bu kişini evə bağlamaq üçün ikinci bir uşağı qurban edirik? Şəxsiyyətsiz şəkildə bir insan şəxsiyyətsiz olaraq doğulub, ailə qurur və onun məsuliyyətini dərk eləmir. Ailəsinə baxmalı olduğu halda gedir hər hansısa bir həyəcan axtarışındadır. Mən bugün o həyəcan axtaran kişini təzədən bir də özümə aşiq etmək üçün, sevdirmək üçün ikinci bir uşaq, uşağın nə günahı var? Əgər bir insan ki, birinci uşaqda məsuliyyətini dərk eləməyibsə, ikinci uşaqda məsuliyyət dərk eləyəcək. Mən elə deyirəm ki, düzdür, psixoloq olaraq biz məsləhət verə bilmərik bu şəkildə, amma açın bir gözünüzü baxın da, əgər bir kişi birincidə xəyanət edibsə, deməli ikinci, üçüncüdə də bu olacaq. 10 milyon əhalinin içərisində bir dənə kişinin arxasınca qaçmaqdansa, özgüvəninizin üzərində işləyin, dünya görüşünüzün üzərində işləyin. Həmin o xanım bir müddətdən sonra görəcək ki, artıq o kişidən asılı deyil. Və əgər bir uşaq evin içərisində ata var, amma yoxdurunu yaşayırsa, ondansa boşan. Boşan, uşaq bilsin ki, ata yoxdur, həftədə bir dəfə gəlib görüb gedəcək. Ondansa, yəni hər gün anadan soruşur, atam nə vaxt gələcək, atam gec gələcəkmi, ata ilə vaxt keçirtmir uşaq. Buna travma yükləməkdənsə, bilsin ki, artıq atamla anam ayrıdılar və həftədə bir dəfə atam məni gəlib görüb gedəcək və bu müddət ərzində də həmin o bəy, həmin o ata uşaqla arasındakı münasibət daha yaxşı olacaq. Çünki həftədə bir dəfə görür, münasibət də çox yaxşı olacaq və onun gözündə elə də travmatik bir olay olaraq qalmayacaq. Və həm də onların şiddətini, bir-birinə qarşı elədiyi basqını deyə düşünürəm. Yəni bir-birinə hörmətsizliyini, ananın şiddətə məruz qalmağını görmür. Bundan əlavə belə bir şey deyəcəm. Yenə də son vaxtlar rastlaşıram daha çox gələnlər arasında. Sanki mənim olduğum kimi xəyanət edirəm, gedirəm kənarda, bunu bəylərdən eşidirəm. Kənardayam, ikinci, üçüncü hətta xanımlar var, bir neçəsi var və hətta özümü subay kimi də təqdim edirəm. Bilmirlər ki, heç ailəliyəm. Oradan gələndən sonra ailəmin içərisində çox da xoşbəxt, gözəl bir şəkildə sanki oradan topladığım enerjini bir enerji ilə evin içərisindən qayıdıram, gəlirəm
Və xanım da bunu başa düşmür. Təbii ki də telefonum koddadır. Evin içərisinə girəndən sonra elə bir rol oynayır, elə bir göstərişlər edir ki, xanım bunu anlamır. Çünki biz xanımlar daha çox diqqət, qayğı, o sevgi, çünki hər zaman qadın onu eşitmək istəyir, buna meyllidir və bunu bəlli etmir. Və çox zamanda xanım məsəl üçün olaraq düşünür ki, qarşı tərəfdəki, yəni ki, onun sevgilisi, digər tərəf başqa bir danışanlar arasında ə, hər dəfə zəng vuranda görüntülü olaraq divanda yatır. Bilir əslində ki, misal üçün bəy evlidir, ailəlidir, digər bir danışan haqqında deyirəm. Axı zəng vurduğum zaman görürəm ki, divanda yatır. Nə zaman görsəm heç bir zaman, yəni onun dediyindən belə çıxır ki, ailəsi ilə heç bir münasibəti yoxdur, nə intim münasibəti yoxdur. Sadəcə uşaqlara görə bir yerdəyik, madur göstərir özünü. Ailəmə, uşağıma görə onunla Sevmədən bir yerdəyəm. Mən onu ailə qurmuşam. sevmirəm. Məni atam, anam onu ilə evləndirmişdi. O qızı mənim üçün anam seçibdi. Mən onu sevmirəm. Mən ancaq səni sevirəm. Mən heç ona toxunmuram. Tiksinirəm kimi, yəni. Hətta belə bir şeylərlə də qarşılaşırıq, rastlaşırıq. Bilirəm ki, bu sənin də rastlaşdığın bir şeylərdir, yəni. Görün nə qədər cəmiyyətdə bu formada, toplumsal olaraq artıq bu bir formaya gəlir, formalaşır artıq. Klassik kişi yalanı da. Anama Klassik görə. Azərbaycan kişisi yalan deyərdim. Bəli, Azərbaycan kişisi. Çünki Azərbaycan kişisi, yəni də dediyim kimi, bir qadının dəyərini ancaq o getdiyi zaman bilir. Görür ki, ona dözən tərəf hər zaman qadın olub, onu yaxşı anlamda anlayan, başa düşən, sevgi göstərən qadın olub və daha sonrasında belə bir deyim var, ay bala, gedəcək 30-35-də qayıdacaq da sənin Hara yanına. getsə sənin yanına gələcək. Mən əgər o cavanlığımı ki, yoldaşımla yaşamıramsa, o dönəmi atlatıram. Neynirəm, qoca olaraq yanımda olsa nə fayda, olmasa nə fayda. Və qadın bəzən anlayır xəyanətə uğradığını. Sadəcə gedəcək yeri olmur. Təzədən bir də ata evinə qayıtmaq istəmir, oradakı şəraitə dönmək istəmir. Bəli. Əgər şərait yoxdursa, ata sıxacaq, qardaş sıxacaq. Əgər rayondan gəlibsə, həmin xanım Bakının abu-havasına öyrəşibsə, rayona qayıtmaq istəmir. Təzədən bir də yenidən sıfırdan başlamaq istəmir, ondan sonra dözür. Və mənim baxdığım, müşahidə etdiyim bir nüans odur ki, Azərbaycanda heç bir qadın yoldaşı ilə evlənmir. Qaynanası ilə evlənir. %100. Xəyanətə uğrasam da, oğlu mənə xəyanət eləsə də qaynanam mənim tərəfimi tutur. Niyə mən qaynanam ilə evlənmişəm? Ömrümün 30-35 yaşına qədər 10 illik, 15 illik həyatımı qaynanamla keçirtməliyəm. Və qadınların da bir sözü var. Qaynanam məni çox istəyir. Nə olsun ki, oğlu xəyanət eləyir, başa düşüb qayıdacaq. Sən gələndə qaynanaya gəlməmsən ki. Niyə özünü aldadırsan ki? Niyə özgüvənin üzərində işləmək bu qədər asanmışkən, dünya görüşünün üzərində işləmək asanmışkən və belə bir şeylər varmışkən, niyə çabanı sərf edirsən falçılara gedib bağlama duası yazdırırsan, daha sonra evə döndərmə, yenidən aşiq etmə. Bir şey ki, səni mollanın sayəsində sevəcəksə, elə onun sevgisi batsın. Gedir elə getdiyi yerdə də qalsın. Yəni niyə bunu döndərmək istəyirsən geri? Və bir eşitdiyim bir şeylər var, yəni gör nə qədər cahilcə, yəni yanaşma tərzidir əslində. Biz bunları danışırıq əslində, dəyərli izləyicilərimiz. Düşünməyin ki, biz kimlərinsə ailəsinin dağılmağını, boşanmaların sayını artırmaq istəyirik. Xeyr, sadəcə olaraq Zəhranın sözünə qüvvət olaraq öz güvəninizin, öz natamamlıq kompleksinizin üzərində işləyin. Çünki bəylər hər zaman özünə inamlı, güvənli, öz dəyəri olan, öz ətrafı, sosial mühiti olan qadınlara hər zaman bir heyranlıqla baxırlar. Və rastlaşdığım, eşitdiyim təəssüf verici bir olay. Görün nə qədər empatiya yoxsunluğu olmalıdır. Sənə nə lazımdır? Xaladenikində yeməyin var, yağın var, ərzağın var, geyimin var, başının üstündə damın var. Tamam da mənim hisslərim kimi maraqlandıracaq o zaman? Mənim duyğularım kim üçün önəmlidir? Məyər mən bir qadın olaraq ev içərisində xəyanətə dözürəmsə, şiddətə dözürəmsə, hər dəfə onun telefonunda başqa-başqa qadınların yazışmasını, mesajını, ona aldığı qızıl hədiyyəni, hansı ki mənə heç bir zaman Allahın bir gülünü belə alıb gətirmirsə, deyən qadınlar var yəni, görürəmsə, bu nə yaşantıdır? İnsan həyata bir dəfə gəlmirmi? Yəni
bu empatiyanın yoxsunluğundan irəli gəlir ki, qarşı tərəfdəki insanın yerinə girib onun gözündən baxa bilmirsən həyata. Çünki o da bir insandır. Qadın axı emosiyalar üzərində qurulan bir, fitrətində emosiyanın bol olan bir varlıqdır. Çünki bir qadın duyğuları ilə, əks təqdirdə belə olmasaydı, uşaq dünyaya gətirmək də elə kişiyə verilərdi də. Məntiqlə düşünür, sol yarım kürəklə baxır, yəni beyninin. Elə uşağı dünyaya gətirmək də kişiyə verilərdi. Verilmədi, o funksiya qadına verildi. Niyə görə verildi? Çünki emosiyaları ilə böyüdür bətnində övladını, sevgisi ilə. Qadın o varlıqdır ki, hətta övlad bətninə düşəndə belə artıq onun cinsiyyətini aparata getmədən belə xanımlar var, eşitmişəm ki, artıq o deyirdi ki, mən onun cinsiyyətini bilirdim ki, dünyaya gətirəcəyim övlad qızdır və yaxud da oğlandır. Yəni, yaxşı, qadının aspektindən kim baxacaq? Qadının duyğularına kim baxacaq? Qadın nə zaman gedir ümumiyyətlə? Qadın o zaman gedir ki, onun duyğuları bitəndə, alçalanda, müqayisə olunanda. Qadın o zaman gedir ki, onun hər dəfə xəyanətlərə məruz qalaraq aşağılıq kompleksi yaşayanda, illərlə münasibətin içərisində çağırır, bağırır, qışqırır, özünü öldürür, xəyanəti səni güdür, arxanca gəzir, telefonumu yoxlayır, cibimi yoxlayır, səslənir, eləmə, içimdə hisslər azalır, amma sən onu eşitmirsən, görmürsən ümumiyyətlə. Çünki sənin başın artıq başqa bir yerdədir. Hisslərim mi deyim, düşüncələrim mi deyim, başqa bir yerdədir. Və o çağırıb bağırdıqca, sən onu görməzdən gəldikcə onun içərisində sanki 100 ballıq bir şkalanın içərisində 90, 80, 70, 60 bu formada onun hisslərində sən bitirsən. Və içində səni, əslində qadın bitmiş münasibətin yasını, əgər fikir vermisənsə danışanlar arasında görmüsən, bitmiş münasibətin yasını münasibətin içindəcə saxlayır. Münasibətin içərisində yas bağlayır, ağlayır, çırpınır. Amma nə baş verir? Görməzdən gəlinir. Və bir gün artıq çantasının qoluna vurub çıxıb gedəndə bəy deyir ki, buna nə oldu? Bu niyə sustu ki? Dayı başa düşmür ki, o çoxdan gedib. Susmuş, əgər bir qadın susubsa, demək ki, sən onun üçün çoxdan bitmisən yəni. Qadın xəyanətə uğrayır və belə-belə mətnlər yazır. Sən mənə bunu etdin, sən mənə onu etdin, sən mənə bunu. Kişi də deyir ki, məsələn, danışanların arasında görürəm, ay Zəhra xanım, səbrim yoxdur bunu oxumağa. Həqiqətən də səbri olmur, çünki bir kişi məntiqlə baxdığına görə bütün hallara, ona görə deyir, mən bu qədər mətni oxuya bilmərəm, səbrim çatmaz. Amma hər bir cümləsində, hər bir sözündə qadın öz emosiyasını, səni nə qədər sevdiyini bildirir. Kişilər də duyğusuz deyil. Yəni deyim ki, kişilərdə də o qədər olub ki, xəyanətə məruz qalıb. Amma kişi ilə qadın arasındakı fərq bundan ibarətdir ki, qadına qadağalar qoyulur. Qadın xəyanət edə bilməz. Qadın xəyanətə uğrayarsa elə öz atası-anası tərəfindən ən birinci elə baş kəsilər, başlayır şiddət görməyə və s. Sən qadınsan, necə xəyanət eləmisən? Amma kişidir, heç nə olmaz, döz. Kişiyə o qədər anlam yükləmişik ki biz. Və eyni zamanda qadın, danışanlarımın arasında da bunu görürəm. Eyni zamanda daha çox mənə ünvanlanan suallardan biri budur ki, Zəhra xanım, məni dəyişir. Makyaj edən bir qadınam, məni makyajdan soyudur. Və yaxud da mənim özümə görə bir çevrəm olub, mənə dedi ki, qadağalar qoydu, getmə, bir dəfə getmə, iki dəfə getmə, artıq ondan sonra özüm də istəmirəm artıq. Bugün mən makyaj etmək istəmirəm. Bugün mən çevrəmlə görüşmək istəmirəm, artıq çevrə də qalmayıb. Yalnız o və mən. Və kişi də bunu, qadını bu şəkildə sıxmaq istəyir ki, yalnız o dünyada ikisi qalsın və daha sonra həmin qadın onun gözündə adiləşir və yenə də xəyanətə məruz qalır. Belə bir şey var. Tanış olanda ilk öncə sosial bir xanımdır, gözəl bir xanımdır, makyajlı bir xanımdır. Sən onu hər zaman bəzəkli düzəkli, sözünün qüvvəti olaraq, indi sən sual ünvanlayıram. Bunu bəzəkli düzəkli olaraq sən görmüsən. Makyajı, hər bir şey yerində, ətrafı, çevrəsi. Bu xanım hər gün demək olar ki, işdən çıxandan sonra, misal üçün Subay xanımdan gedir söhbət, öz rəfiqələri ilə görüşən, gedən kofe içən, şənlənən bir xanımdır. Sən bunun rastına çıxmısan, bunu bu formada görmüsən, bəyənmirsən. Okey, sən bunu niyə dəyişmək istəyirsən? Sual. Nədir səncə səbəb? Burada suala cavab bilirsən nədir? Bir kişi öz həmcinsinə güvənmir. Əgər mən gözəl giyinən bir qadına, makyajlı xanıma baxıramsa, deməli hansısa bir bəy də mənim xanımıma baxacaq və buna görə də evə
aparır. İşdən çıxacaqsan, evə gedəcəksən, sosial ortamın olmayacaq. Tamam da bunu kişi qadağa qoydu, amma qadının öz güvəni hanı? Kimsə məni bu gün gəlib, öz güvənimi alaraq kimsə məni dəyişdirə bilər? Xeyr. Sən məni Bəli. harda görmüsən? Sən məni necə bir yerdə görmüsən? Hər kəsin özünə görə bir kollektivi var, hər kəsin özünə görə bir Bəli. yaşayış tərzi var. Sən məni bu tərzdə görmüsən və mənim həyatıma məni dəyişdirmək üçün gəlmirsən. Sən mənim həyatıma rəng qatmaq üçün gəlirsən. Sən bu gün Zəhranın rəngini qırmızıdır, yaşıldır, sarıdır, gətirib qara, boz rəng edəcəksənsə, o zaman sənə yaxşı yol. Niyə bu belədir? Qadınlar, daima "Hə, tamam, kişi nə deyir o olsun, tək ki münasibətimiz yaxşı olsun, tək ki." Yaranmaq üçün Niyə əslində kişiyə yaranmaq yaranmaq istəyirsən? istəyir. Niyə yaranmaq istəyirsən? Niyə fədakarlıq edirsən? Qadını əgər səni dinləyən, anlayan bir bəy yoxdursa, sən niyə onu o şəkildə anlayırsan? Dinləmək istəyirsən, empati qurursan. Axı bu insan səni anlamır. Münasibətlərin, davamlı olmamasının bir digər nüansı odur ki, qadın 3 verirsə, kişi 1 verir və Hı qadın hı. buna tabe olur, Bəli. dözür. Hə, heç nə olmaz. Ən əsası, evliliyimizin 3 ayında yaxşı idi. Gül alıb gətirirdi, nə bilim, parfum alırdı, onu eləyirdi, bunu eləyirdi, harasa gedirdik. Artıq ondan sonrakı illəri həmin o 3 aya görə qurban edir bir qadın. Münasibətinin 5 illiyində soruşuram ki, münasibətinin 5-ci ilidir. Nə yaşamısan? Ən son nə vaxt xoşbəxt olmusan? Nə vaxt özünü qadın kimi hiss etmisən? Deyir Zəhra xanım, əvvəllər elə idi. 1 il əvvəl məsələn, evliliyimizin 1-ci ilində hər şey çox yaxşı idi. Balayına getmişik, gəzməklərə getmişik, mənə hədiyyələr alıb, sürprizlər edib. Amma bundan sonra yoxdur. Və mən o evliliyimin 5 ilinin 4 ilini sırf 1 ilə görə qurban edirəm. Qadın nə vaxta qədər ki, empati görmədiyi yerdə empati quracaqsa, Hı hı. anlayış görmədiyi yerdə anlayış göstərəcəksə, sevgi görmədiyi yerdə sevgi göstərəcəksə, bir o qədər də yalnız qalan tərəf olacaq. Və sən bu gün, aramızda, nişanlı xanımlar ola bilər, sevgilisi olan xanımlar ola bilər və yaxud da xəyanətə məruz qalan xanımlarımız ola bilər. Sizə bir psixoloq məsləhəti. Əgər sən özündən ödünc verəcəksənsə, sən fədakarlıq edəcəksənsə, hər zaman ikinci plana atılacaqsan. Yox, əgər birinci planda qalmaq istəyirsənsə, hər zaman dəyərinin, diqqətinin olduğunu, yəni görmək istəyirsənsə, o zaman yoxlarını düzgün şəkildə bildirməlisən. Nəyi sevib, nəyi sevmədiyini bildirməlisən. Yox cavabını verə bilməlisən. Fədakarlıq duyğusunu kənara atmalısan. Sən bir kişini tərbiyə edən bir qadın deyilsən. Tərbiyə edən onun anasıdır. Əgər bir ana övladını tərbiyə etməyibsə, onu tərbiyə etmək sənə qalmayıb. Hər zaman rastlaşdığım. Ona görə dostlarımdan keçdim, rəfiqələrimdən keçdim, ətrafımdan keçdim. İşimlə çıxdım, məni evə qapatdı. Hər kəsi ona görə silib atdım, kəstirdim, atdım. Və bu gün artıq mən təkəm, depressiyadayam, ağlayıram və dərdimi deyəcək yanımda heç kəsim yoxdur. Bir zamanlar bir kütlənin içərisinə girdi. Yəni gördü ki, mənim ətrafımda çoxlu sayda rəfiqələrim, dostlarım, bir kampaniya idik, biz çox idik. Sosial həyatım var idi. İnsanlar, xanımlar, dostlar, çərçivə hər kəs var idi. Və girdi məni sanki onların içərisindən aldı, götürdü. Məni evə qapatdı. Və bu gün mən xəyanətə də uğradım, hər bir şeyə də göz yumdum, bayaq sadaladıq. Və bu gün mən dərdimi deyəcək heç kəsi tapmıram. İntihar həddinə qədər gəlib çatmışam. Bir zamanlar isə sosial biri idim, yəni. Hal-hazırda isə depressiv bir insan, evə qapalı bir formada. Bax, sözün qüvvəti olaraq da biz bunu təbii ki, gənc xanımlar, münasibət qurmaq istəyən xanımlar üçün buradan ünvanlayıb deyirik. Həyatınıza girən bəylərə necə varsınızsa, o formada da davam edin. Dəyişmək sənin sözün qüvvəti olaraq sən onu tərbiyə edəcək valideyn deyilsən. Əgər bir insan 30-a qədər gəlib çıxıbsa, hələ də tərbiyə almayıbsa, qadınla necə davranacağını bilmirsə, qadının hisslərindən anlayışı yoxdursa, sən bundan sonra da onu tərbiyə edə bilmərsən. Əksinə, yıprandıqca, özgüvənin düşdükcə, özündən ödün verdikcə, daha da sən depressiya düşəcəksən və yalnızlaşacaqsan. Qadına sual vermək lazımdır ki, sən kişini dəyişə bilirsən. Kişi futbolundan qalır, dostları ilə harasa getməkdən qalır və yaxud da işinə gedib gəlməkdən qalır. Bir kişi qadını işdən çıxardır, evdə otuzdurur. Rəfiqələrinlə görüşməyəcəksən deyir. Əşi bu dəfə çox getdin sən rəfiqələrinlə görüşməyə. Nə var restoranlarda? Başlayır aşağılıq duyğusu artıq yaranmağa. Aşağılayır qarşısındakı insanın hisslərini, emosiyalarını küçüldur.
Sənin futbola getmək ehtiyacın varsa, mənim də çölə çıxmağa ehtiyacım var. Mən, yəni sənin üçün nəyəm? Məni evə bağlayırsan. Və bundan əlavə də yoldaşını evə bağlayır, sevgilisi ilə gəzmədiyi restoranlar qalmır. Və bir də yazılan kommentləri görsən, görürsən də, yəni zaten nə deyir? Çox-çox üzr istəyirəm ifadəmə görə. Qadın gedir cəhənnəmə getsin. Oturmalıdır, dözməlidir. Eee, Bizdə çünki qapıdan çıxanda ilk gündə, toy günündə ki, yola salırsan, orada bir ifadə işlənir. Heç o lazımsız bir kəlmə, valideynin qıza dediyi bir söz. Get, getdiyin yerdən tabutun çıxacaq. Bu sənin əslində dərinə baxsaq, övladıva qoyduğun qiymətdir. Və sən əgər övladıva bu qiyməti qoyursansa, qarşı tərəfdəki yad bir insan, qaynana, yoldaşı, kim olursa olsun, ona hansı dəyəri verəcək, hansı hörməti qoyacaq. Və kommentlər, qadın heç hara gedə bilməz, qadın qudurub, qadın oturub tabe olmalıdır, canı çıxmalıdır, üzr istəyirəm, oturmalıdır, uşağına baxmalıdır, qadın dillənməməlidir. Sanki bir əşya alıb evə qoyurlar və yaxud da bu sevgilisi də onunla münasibət istəyir, bir əşya buna tabe olunmalıdır. Yəni, yoxdur belə bir dünya. Dəyərli bəylər, biz sizi pisləmirik, təbii ki, sizin də hissləriniz var və bu arada hər zaman mən deyirəm, qadın sevgisi bitə bilir, qadın xəyanət etmir, qadın münasibət içərisində aşiq olduğu, dəli kimi sevdiyi bir bəyə heç bir zaman xəyanət etmir. Dəyərli bəylər, bunu yadınızda saxlayın. Münasibət içərisində əgər o bəyi dəli kimi sevirsə, ona dəli kimi də tabe olur və ömrünün sonuna qədər də ona sədaqət saxlayır. Amma xəyanətlər onun içərisindəki həmin o münasibəti, o emosiyaları bitirdiyində qadın gedə bilir. Qadın münasibət içində xəyanət eləmir. Təbii ki də yaxşı, özünə hörmət edən, dəyər verən xanımlardan danışırıq biz. Amma hər dəfə xəyanət gördükcə, hissi bitdikcə artıq tükənir və özünə sual verir. Niyə? Nəyə görə? Nə üçün susmalıyam? Nəyə görə dözüb oturmalıyam? Və bir də araşdırmaya çıxanda hələ vakalar arasında rastlaşanda İlhan xanım şəkilə baxın, qat-qat məndən eybəcər, təhsili olmayan, indi müqayisə edir də özünü. Niyə əslində? Çünki uşaq vaxtında müqayisə olunmağa. Yəni, bir də üstəlik hələ bu travma da onun üstünə gəlir. Yəni, bu faktor da var. Amma kişi qadını itirəndən sonra düşünür. Niyə getdi? Necə qaytara bilərəm? Necə mənə kömək eləyə bilərsiniz? Bir də gözlənti ilə gəlir. O mənə qayıdacaq, onu mənə qaytara bilərsiniz. Sanki biz bayaq dediyim kimi mollayıq və yaxud da sehirli çubuğumuz falan var. Yoxdur belə şey. Psixoloq sizi sizin düzgün düşüncələrinizə qayıtmağınız üçün, sizin düşüncələrinizi aydınlandırıb, özünüzlə üz-üzə qalıb düzgün qərarlar verməyiniz üçün sadəcə bir işıq yolunu sizə göstərir. Amma o yolu taparaq gedən şəxs siz özünüzsüz, bizlər deyilik. Bir də elə xanımlar var ki, o qədər artıq makyaj olunmaqdan, makyaj etməkdən məhrum olub, harasa getməkdən məhrum olub, həmin o bəyin sevgilisinə bənzədir özünü. Gedir plastik əməliyyatlara girir və bir qadının əgər o içində varsa və bir qadın özündən ödünc veribsə daha doğrusu, ondan sonra onun gözündə görünməyəcək. Makyaj etməyi də görünməyəcək, özgüvəni də görünməyəcək. Bir də bayaq dedin ki, mənim bəyləri tənqid etmək kimi bir niyyətimiz yoxdur, onlara qarşı gəlmək kimi niyyətimiz yoxdur. Bir bəyi kim yetişdirir? Yenə də bir xanım. Bizim yenə də burada sözümüz, söhbətimiz yenə də xanımlaradır. Bir qadın dünyaya uşaq gətirir, travmalı bir ailədə uşağı böyüdür və narsist uşaq yetişdirir, oğlan yetişdirir, qadının dəyəri bilməyən uşaq yetişdirir. Mənim kişi balam deyib hər şeyi icazə verərək sanki bir şəxsiyyət yetişdirir, amma görür ki, natamamlıq kompleksində bir uşaq yetişdirmiş olur. Və bugün bizim əziyyət çəkdiyimiz bəylər də bizim öz məhsulumuzdur. Bəli. Bugün şikayətçi olduğumuz da, başına döndüyümüz də o kişilər hamısı bizim tərbiyəmizin altından keçən insanlardır. Və bugün heç bir qadın ailəsinə, əgər mən bunu hər zaman demişəm, nə qədər yanlışdır, doğrudur bilmirəm, necə algılayacaqsınız bunu. Əgər yaşadığın yerdə, olduğun yerdə çiçək açmırsansa, olduğun yerdə qədrin, qiymətin bilinmirsə, qadın enerjin yoxdursa,
sevgini hiss etmirsənsə, huzuru hiss etmirsənsə, yalnız qaynanan səni dəyərli hiss etdirirsə, yalnız o sənə huzurlu hiss etdirirsə, istədiklərini alıb gətirirsə və sair. Yəni ikinci yoldaşın qaynanan olursa, bu evlilik yəni sonlansa daha yaxşıdır. Nəinki o evlilik davam edir, o travmatik ailədə travmatik şəxsiyyətlər yetişir. Sabah sən o böyütdüyün o oğlan da atasına bənzəyəcək. Atasına oxşamış deyərək biz onu atasına Bəli. bənzədirik çox təəssüf ki. Təəssüf ki, bu mövzunu yenə də istəyəcəklər bizdən, hər an əminəm. Bəli. Çünki bu mövzu uzandıqca uzanan bir mövzudur. Fikrimizi nə qədər anlayışla, elmi dildə çatdırırıqsa, bir o qədər yenə də işə yaramır, yenə də səsimiz duyulmur. Yarı tənqid, yarı elmi bu şəkildə yanaşdıq bu gün mövzuya. Amma heç bir halda nə qadınlara, nə kişilərə biz tənqid etmirik, biz məsləhət vermirik. Sadəcə açın gözünüzü, açın dəyərinizi bilin. Yəni bu gün bir qadın bu situasiyalara məruz qalırsa, bir bəy də məruz qala bilər. Bir bəy də xəyanət ola bilər, bəyin də hissi ilə oynanıla bilər. Bəy də qadınlar tərəfindən hər hansısa bir aldadılma durumu yaşaya bilər. Sadəcə cinsindən asılı olmadan özgüvənin əlindən alınırsa, münasibətin içində dəyişdirilirsənsə, özün kimi olmaqdan çıxırsansa, bil ki, bu münasibət yanlışdır. Belə, bu gün də Zəhra düşünürəm ki, elə bacardığımız qədər çatdıra bildik. Çünki sən demişkən yenə də istəyəcəklər. Zaten gələn vakalar arasında hər gün bundan biz rastlaşırıq. Hər gün də eyni suallar verilir. Hər gün də direktə həmin mesajlar yazılır. Hər gün də eyni mövzular danışılır. Belə dəyərli izləyicilər, bir psixanalizin daha sonuna gəldik. Növbəti verilişdə görüşmək ümidi ilə.